Salam dostlar. Bugünkü videoda sizə ədəbiyyat sahəsində ilk Nobel mükafatçısı haqqında məlumat verəcəm. Bu fransız şairi Sully Prudhom'dur. Ədəbiyyat sahəsində ilk Nobel laureatı René François Armand Prudhomme 1839-cu ilin 16 martında Parisdə doğulmuşdu. Dəqiq elmlərə, xüsusən də riyaziyyata marağı böyük idi. 2 yaşında atasını itirdiyindən əmsinin himayəsində böyümüşdü. René ilk poetik məcmuəsini Stanslar və Şeirlər kitabını 1865-ci ildə çap etdirmişdi. Kitab dövrün görkəmli tənqidçilərindən biri Charles Sainte-Beuve tərəfindən hərarətlə qarşılanmışdı. Növbəti illərdə çapdan çıxan Avgih tövlələri, İtalyan cizgiləri, Tənhalıq məcmuələri onu ədəbi dairələrdə daha yaxşı tanıtmışdı. Cavabsız məhəbbət, din-elm qarşıdurması bu şeirlərin əsas mövzusunu təşkil edirdi. Gənc yaşlarında ədəbi şöhrət qazansa da, şairin sonraki həyatı acılarla dolu olmuşdu. Əmisinin qızından ailə qurmaq təklifinə rədd cavabı aldığından ömrünün sonuna qədər evlənməmişdi. 1870-ci ilin əvvəlində bir neçə gün içərisində əmisini, anasını və xalasını itirmişdi. Həmin ilin iyul ayında Fransa-Prusiya müharibəsi başlayanda Sully Prudhomme da könüllülər arasında vətəninin müdafiəsinə qoşulmuşdu. Parisin mühasirəsi zamanı üzləşdiyi məhrumiyyətlər son olaraq səhhəti üçün ciddi problemlər yaratmışdı. Ayaqları tutulduğundan Sully Prudhomme uzun müddət yataq xəstəsi olmuşdu. Lakin xəstə yatağına düşməsinə baxmayaraq, Fransız xalqının milli savaşına təkcə silahla deyil, qələmlə də yardım göstərməyə çalışmışdı. 1870-ci ildə onun hərbi vətənpərvərlik ruhlu şeirlərinin toplandığı Hərb təəssüratları kitabı çap edilmiş və böyük populyarlıq qazanmışdı. Antik poeziyanın təsirini yaradıcılığında həmişə hiss edən Sully Prudhomme'un bəzi əsərlərinin mövzu və ideyası qədim dövrdən götürülmüşdü. Məsələn, Ədalət fəlsəfi poeması qədim Roma şairi Lucrezinin təsiri ilə yazılmışdı. Müəllifin fikrincə, insan ədaləti xarici aləmdə deyil, öz daxilində axtarmalıdır. Xoşbəxtlik adlandırdığı 4000 misralıq digər fəlsəfi poemasında isə Sully Prudhomme insanın yalnız elmə can atmaq, hər şeylə maraqlanmaq, fəzilət və özünü qurban verə bilmək sayəsində səadətə qovuşacaq ideyası əsaslandırmağa çalışmışdı. Tənqidçi Jean Bedenin yazdığı kimi o poeziyanı pozitivistlərin bədbinliyi nəticəsində düşdüyü zülmətdən qurtarmış, xoşbəxtliyə aparan yolun əzablardan, fədakarlıq və qardaşcasına məhəbbətdən keçməsi fikrini aşılamağa çalışmışdı. Sully Prudhomme ədəbi forma və janrlara münasibətdə mühafizəkar mövqeyi ilə tanınırdı. Ədəbi vəsiyyət kitabında o, klassik fransız poeziyası ənənələrinə tərəfdar çıxmışdı. 1901-ci ildə Sully Prudhomme əsərlərinin diqqətə layiq ədəbi məziyyətlərinə, xüsusən də yüksək idealizminə, səmimiyyət və istedadın qeyri-adi uzlaşdırılmasına görə ədəbiyyat sahəsində ilk Nobel mükafatı laureatı oldu. 1901-ci ildə Nobel mükafatı alır. İsveç Akademiyasının bu qərarı çoxları üçün gözlənilməz idi. Çünki həmin dövrdə yeni mükafata ən layiqli namizəd Rus yazıcısı Lev Tolstoy sayılırdı. Lakin sənədlərini gec təqdim etməsi bəhanə gətirilərək onun namizədliyinə baxılmamışdı. Bu Lev Tolstoyun Nobel mükafatı alınması haqqında bundan öncəki videoda məlumat vermişdik. Mükafatın təqdimat mərasimində İsveç Akademiyasının üzvü Karl Wilson niyə məhz Sully Prudhomme'un seçilməsi məsələsinə münasibət bildirərək qeyd etmişdi ki, laureat hər şeyin məğzinə varan və insanın mənəvi böyüklüyünü dərk edən müşahidələr ilə seçilir və bu baxımdan Nobelin ədəbiyyatda idealist təmayül adlandırdığı fikir cərəyanını digər yazıçılardan daha yaxşı təcəssüm etdirir. Sully Prudhomme xəstə olduğundan təqdimat mərasimində iştirak edə bilməmişdi. Ona görə də ilk mükafatın diplomu və medalı Stokholmdakı Fransa səfirinə təqdim olunmuşdu. Həyatının son illərini xəstə yatağında keçirən Sully Prudhomme poeziyadan çox xristian əxlaqı və fəlsəfi problemləri ilə maraqlanmış, Pascalın həqiqi dini və sərbəst seçim psixologiyası kimi traktatlar yazmışdı.
Süllü Prudhomme həm də Nobel mükafatından istifadənin nəcib nümunəsini qoyub getmişdi. Vəsiyyətinə əsasən mükafatdan qazandığı vəsait hesabına gənc fransız şairlər üçün ədəbi fond təsis edilmişdi. Süllü Prudhomme 1907-ci ilin 7 sentyabrında Fransada vəfat edir. Ruh şad olsun. Deməli, Süllü Prudhomme ədəbiyyat sahəsində ilk Nobel mükafatçısı oldu. Ailə həyatı qurmayıb, iflic olub və Nobel mükafatını özü ala bilməyib, əvəzinə Fransa səfirinə veriblər. İlk Nobel mükafatçısı haqqında bu qədər. Növbəti, ədəbiyyat sahəsində növbəti Nobel mükafatçısı haqqında digər videoda məlumat verərik. Hələlik.